ən mühüm əməllərindən biri budur. Ən fəzilətli əməl buyurur. Əs-sədaqə vəl-istiğfar. Şaban ayında nə qədər sədaqə çıxartsız çıxart. Nə qədər sədaqə verirsiniz, bir də çoxlu istiğfar eləsiniz, tövbə eləsiniz, nə gözəl. Tövbələri də deyim hansı tövbələrdir. Bir tövbə budur. Hər gün 70 dəfə Şaban ayında. Estağfirullahəl-ləzi. Allahım, səndən bağışlanmaq istəyirəm. La ilahə illə huvə. Səndən başqa məbudum yoxdur ki mənim. Ər-Rəhmanur-Rəhim. Sən rəhmansan, rəhimsən. Əl-Hayyul Qayyum. Heysən, dirisən, qayyumsan və ətub iləyik. Mən sənə tərəf dönüş edirəm. Mən istiğfar edirəm. Ər-Rəhman, Ər-Rəhim, Əl-Hayyəl Qayyum və ətub iləyik. Sonra 1000 dəfə bu ay ərzində bu zikri söz daha qutarıram inşallah. Kim bu zikri 1000 dəfə etsə, Peyğəmbər buyurur, mən qalə fi Şaban əlfə mərrə. 1000 dəfə bu zikirdir. Hansı zikirdir? La ilahə illallah və la na'budu illə iyyəh muxlisinə lehuddin və ləv kərihəl müşrikun. Bu zikir 1000 ilin ibadətinə bərabərdir. Fihi səvabun cəzil. Çox savablar var bu zikirdə. Allah bu Şaban ayında oruç tutmağı bizlərə nəsib eləsin.